İşləyəcək, bir 6 bazarda işləyəcək burada. Birinci gündə Allah başı gedirəm rayona, gedirəm. bir yol pulsunu verərəm, gedəcək rayon. O uşaqlar sevinsin ki, paltar almış onlar üçün. Bəli, 500 manat verdim ona. Getdi, bütün verdi, hamısını paltar aldı. Paltar zad aldı, bugün aldın, dünən aldın o paltarı. Bugün tezdən aldın, hə, yaxşı yerə. Dünənlər deyirdilər ki, bayram hələ belə gəlib oturur burada. Bu qüsubut elədim, mən hələ belə oturmadım, mən də. Rayonda 350 manatı mən ancaq yeməyə gedir, o da bəs eləmə, uşağı paltarları yox. İcazə aldım, sağ olsun, Allah bizim direktorumuzu canını sağ eləsin. Mənə bir həftəlik icazə verdi. 6 bazarda işlə, birinci gün yenə sənə pul Birinci gün verir. Allah qoysa, onlar dedik, hamımızı bizlikdir. Yuxarıdan sağ olsa, at çəkmirəm, sürücümüz var, gələcək siyəzlənə, oradan gələcək, mənə aparacaq, onu da Allah balasını sağ olasın. Gör ha, necə düşüncəli insandır, hər kəsə təşəkkür Demir ki, belədir, Allah köməyi olsun. Bayaqlar zəng eləmişdi ki, birinci gün gələcəm sənə üçün. Bəli. Yo, mən verdim dünən ona 500 manat, işləmişdi də məndə, onun haqqıdır. Neçə gündür yük boşaldır səhər çağı, gəlir, yük boşaldır. Nara, yazma da yeni şey bura, git işinə məşğul ol. Xaçmazlara salamlar. Bloka atacağım səni, yazma. Mən özümü reklam eləmirəm, mən zaten göz qabağındayım, nəyimi reklam edəcəm? Yazıq uşaq bir həftəli icazə alıb gəlib Bakıya, işləyib öz əziyyəti ilə, alın təri ilə. Sən kimi oturub TikTokda ona buna irad bildirmir ki, işləyib. Bu işləmək də ayıbçılıq bir şey. Bəli, yük boşaldır. 4 gündür bu insan, mənim yeni açılacaq mağazamda səhər tezdən gəlir 8-də yük boşaldır, saat 1-ə kimi. Yük boşaldır, 500 manat verdim, 5 gün işlənmişdi. Neçə gündür? 4-5 gün işləyir. Dünən 500 manat verdim, bugün getdi uşaqlarına paltarzad aldım. Bilmirəm, bunlar nə belə? Gedə oğurluq eləyir, bilmirəm, gedə birini öldürür. Ayıb deyil ki, yük boşaltmaq. İşləmək də bunlar üçün ayıb bilmir. Neyini? Bunlar oğurluq eləyir, sağ ol deyərsiniz də, neyini? Bilirəm ha ki, elə bir yarısı mənim qohumlarımdır, yarısı da bunun. Başqasının bizdə nə işi var? Uşaqlar, səhər mavi dənizdə zavtırka kim gələcək? Bir dənə qırmızı ürək qoysun. Mən oturmuşam TikTokda belə əcəb edirəm. Əlimin içindən gəlir. Öz restoranımdır. Mən oturmuşam burada PK eləmirəm, TikToker deyiləm. Öz restoranımı reklam edirəm. Deyirəm ki, mənə işçi lazımdır. Bax, uşaqlar, yenə deyim ha. Bax, iş vakansiyamız açıqdır hələ. Oy, maşallah. Uşaqlara deyinən səhər zavtırka gələn çoxdur ya. Neçə dənə masanız var idi? 16 dənə. 16 dənə masanız var idi. Yenə yazırıq, amma səhər qonağımız çoxdur. 2 nəfəri səhər yeməyi 20 manatdır. Amma onu 3-4 nəfər də yeyə bilir də. Yəni, səhər yeməyi bizdə çeşid çoxdur. Hə, səhər özüm də burada olacağım, gələrsiniz. Özüm də burada olacağım, səhər yeməyində gələrsiniz. Bayram gedir, birinci gün gedir rayona, bilirsiniz də, o rayonda işləyir, axıran işləyir məktəbdə. O birinci gün gedəcək. Bu rayonda da bir dənə bu illiyi deməkdir. Gələn Allah olsa o da bağlanır. Niyə? Uşaqda 7 dənə müəllim var, 3 dənə uşaq. Gələ bir iş tapar. Namik, çox sağ ol, Ürəyim, yaxşıyam, sən də ürəksən. İnşallah bu səhifəmizi takibə salın. Bilirsiniz də, Mavi Dənizdə yeni il şənliyi var. Yeni il ayın 31-i möhtəşəm bir sola konsert olacaq Mavi Dənizdə, yəni mənim restoranımda. Özdə hamısı da Bəlkədə müğənnilərdir. Ülkər kimdir? Baxın, görmələ. Hə. Ülkər, Mehdi qızı. Sən də oxuyansan, ay Ülkər. Bəlkə sənin də yazaq bura. Yeni il gecəsinə. Hə, uşaqlar, bax belə. Konsert yeni il gecə ayın 31-i mən bir dənə keçirdirəm, digər günləri keçirtmirəm. Bizim burada nömrəmiz var, yazı biletlərlə maraqlana bilərsiniz. 130 biletlər, demək olar ki, 70-80-ı satılıb uşaqlar.
Administratorumuzu yığın, sizə bu dəqiqə avtomatik cavab versin ki, biletlərimiz neçədir. Xanım nə yazıb mənə baxın. Ergizlə izlə aparıcı olan Arda Realdır. Yazın da mənə xanım siz. Bu mən sizə takibatım. Düzdür, məndə yeni il gecəsi Afət Rahil qızı da aparıcı məndə. Afət baxmada bütün günü burada olur deyə mən Afəti aparıcı qoydum. Sonra incivzad eləyərdi deyə. Yeni il gecəsi Afətdir. Aparıcımız. Oluram, bəli. Çox sağ olun, siz necəsiz? İşlə bağlı mənə yazın. Bəli, mən də attım sizə. Kimlər o? Çoxdur müğəyyini. Həsə 9-10 dənə müğəyyini var. Sən yeni il gecəsi Mavi Dənizdə niyə maraqlı olacaq? Mən deyim də. Saat 8-in yarısı, 8-də proqram başlayır. Düz gecə saat 1-2 kimi davam edəcək. Və burada 12-də yeyib içirsiniz, çıxırsınız parkın içinə, konsertə qulaq asırsınız. Ataş və Şanlığa çox möhtəşəm olar bura. Mən də gələcəm. Gəl, niyə gəlmirsən ki? Yeni ildə olsan tətil olar da gələrsən. Nə ustası atam? Usta yaz mənə görüm, nə ustası? Sağ olun. Sən Allah, düzünüdür bayram. Heç yeni illərdə Bakıda olmuşsan? Yox. Heç vaxt olmamışsan? Heç, evimizdə uşaqların yanında olmuşum. And olsun Allah. Bu dağın başında. Yeni. Anaları yoxdur yanında. Axı, bağışlasın, bizim də böyüklərimiz ödü. Mən də yanlarında olum. Ne olur, ata yox, ana yox. Əslində böyük dərddir bu, valla. Yaxşı eləysən, ay yekiş gəl. Ay can. Valla. Elə bu səhifəyə yazın. Bileti yazın, bizim orada nömrəmiz var. Sönməz müəllimə deyilən ki, burada yazırlar, biletlə bağlı suallara cavab versin. Yazın, bizim burada nömrəmiz var da, burada. 051 538 43 43 səhifədə nömrəmiz var. Yazın, administrator sizə cavab versin. Onu mən canlı yayımda biletin qiymətini açıqlaya bilmərəm. Həcə, qurban sizə bayramı kömək ol. Eləyirəm də, bayrama kömək eləyirəm. Bayram kömək eləyirəm deyəndə ki, bayram icazə alıb gəlib Bakıya. Bayram 3 gün, 4 gündür gəlir mənim o yeni açılacaq mağazama. Orada yük boşaldır səhər. Pul verdim ona, getdi uşaqlarına paltarzad aldı. İndi 2 gündə işləyəcək. Yol puluza düzəldir, verərəm ona, gedər rayona. Rayona gedir artıq. Sönməz müəllim, gəlir zənglər? Gəlir. Hə, biletlə bağlı sənə yazırlar, cavab ver hamıya. İnşallah biri sizdə, məndə restoran menüsüdür. Möhtəşəm bir yenilik gecəsi keçəcək burada. Salam, salam, saat neçə kimi müraciət edə bilərik iş üçün? Hara? Həkim kimdir? Gəldim, gəlirəm. Gəl, abi, gəl. Salam. Gəl, Rəşad, gəl. Ünvanın bulvardadır, Mavi Dəniz. Sama, xoş gəldin. Qadın model lazımdır mənə, yazın. Bəli, 43-43. Çox sağ olun, siz necəsiz? Yaxşıyam. Kişi üçün iş var, kişi deyəndə ki,
Bəli, nömrəmiz var da səhifədə. Girin, baxın, uşaqlar yazın, administrator sizə cavab versin. Afisant xanımlar bizə yeni ildə bilirsiniz də bizə çoxlu afisantlar lazımdır. Ona görə yeni il gecəsi biz keçirdəcəyik burada. Sönməz müəllim bizim restoranın administratorudur. Elə telefonlar da onun əlindədir. Yazın, qız sizə cavab versin. Yaşar abba, salam, sizinlə razı olsun. Can, sağ ol, ürəyim. Ha, ona görə, yazın, Sönməz müəllim sizə cavab verəcək. İşlə bağlı da yaza bilərsiniz, bilirsiniz də biz. Temur, Allah, sən kömür, sağ ol, ürəyim, var olun. Bəli, 43-43 bizim nömrəmizdir. Yazın bizə, yeni il şənliyi ilə maraqlanın, menülərlə maraqlana bilərsiniz, müğənnilərlə maraqlana bilərsiniz, vaxtımız azdır. Bu sabah ayın 20-sidir, qurban olum, 11 gün qalıb yeni ilə, ona görə biletləri əldə eləyin. Administratorlarım var, yox. Açılış ayın 24-düdür, Sabunçuda. Ayın 24-dü mənim açılışımdır. Bu kimdir? Uşaqlar, Allah'a əmanət qalın. Sabah səhər yeməyinə gələn olsa indidən yazsın ki, bizdə uşaqlar, yəni problemi, yer problemi olur. Salma, doydun yasa yox. Ora Sönməz müəllim, bir dənə ora yaxınlaş gör, nə deyir Salma xanım? İşçi lazımdır, bəli. Çox sağ ol, Yana xanım. İnşallah öptüm sizi, Allah əmanət qalın. Səhər yeməyinə gələn olsa, mütləq öncədən yer rezerv elətdirin. Düzdür, səhər yeməyində adamımız olacaq, amma yenə danışsaz yaxşı olar. Takip atın səhifəmizə. Qadın işçilər götürürəm. Var, kutkalarım var. Öptüm sizi. İnşallah sözünüz olsa mənə yazarsınız tarixdə. Allah'a əmanət qalın. Allah sizi qorusun.